Maliyyə azadlığı. Sən də bacaracaqsan. Təsəvvür et. Pul üçün işləmək yerinə pul sənin üçün işləyir. Stres, borc, maddi çətinliklər. Bunlar artıq keçmişdədir. Bəs bunun üçün nə etməlisən? Kiçik addımlarla başla. Gəlirindən az xərclə. Artım üçün yatırım et. Daim öyrən, özünə investisiya et. Səbirli ol. Zaman şübhəsiz sənin xeyrinə işləyəcək. Unutma, maliyyə azadlığı bir seçim deyil, məcburiyyətdir. Sənin indi etdiyin qərarlar gələcəyini təyin edəcəkdir. İndi başla, gələcəyini bugün formalaşdır.